Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaşları narahat edən problemlərin yerlərdə birbaşa həll edilməsi məqsədi ilə keçirilən səyyar qəbullar davam edir. İyunun 11-də daha bir görüş Sarvanlar Kənd Ümumi Orta Məktəbinin həyətində keçirilib. Qəbulda rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, hüquq mühafizə orqanlarının, həmçinin digər idarə, müəssisə və təşkilatların rəhbərləri, media nümayəndələri iştirak edib. Sakinlərlə görüşdə çıxış edən icra başçısı Rafil Hüseynov son illər ölkəmizdə həyata keçirilən işlərdən, əldə olunan nailiyyətlərdən söz açıb. İşğaldan azad olunmuş ərazilərimizdə gedən quruculuq, abadlıq işlərindən də söz açan rayon rəhbəri, hal-hazırda əsas resursların Qarabağa yönləndirildiyini, lakin buna baxmayaraq digər bölgələrdə də bu işlərin lazımi səviyyədə həyata keçirildiyini diqqətə çatdırıb. Sonra kənd sakinləri Adı Şirin Quliyev, Sənəm Həsənova, Ramil İsmailov və digərləri çıxış ediblər. Müraciətlərdə istər içməli, istərsə də suvarma suyu ilə bağlı ciddi problemlərin olduğunu bildirən sakinlər bir ədəd subarteziyan quyusunun bərpasını, həmçinin 2 ədəd subarteziyan quyusunun qazılmasını xahiş ediblər. Məsələ ilə bağlı aidiyyəti qurumun nümayəndəsi bildirib ki, çox qısa zamanda sözügedən subarteziyan quyusu bərpa olunacaq. Daha bir subarteziyanın qazılması isə artıq nəzərdə tutulub. Bununla yanaşı yeni məktəb binasının tikilməsi, məşğulluğun təmin olunması və digər məsələlərlə bağlı müraciətlər dinlənilib, qaldırılan məsələlərlə bağlı lazımi göstərişlər verilib, bəzi problemlərin həllində isə vətəndaşlara müəyyən istiqamətləndirici tövsiyələr edilib.